Salam əziz dostlar. Ücblə təkəbbürü çox vaxt bir-biri ilə qarışdırırlar. Amma ücblə təkəbbür fərqli-fərqli anlayışlardır, fərqli-fərqli mənaları ifadə eləyir. Ücb özünü bəyənmək deməkdir. Bu tək fərdi bir xəstəlikdir. Yəni insanın özünü bəyənməsi üçün mütləq yanında başqasının olması şərt deyil. İnsan tək başına otaqda ibadət edib, öz ibadətinə də heyran ola bilər. Nə bilim, hər hansı bir dua oxuyub öz duasına da heyran ola bilər. Təkəbbür isə sosial bir xəstəlikdir. İnsanın özünü başqasından üstün görməsi deməkdir təkəbbür. Deməli, ücb təkəbbürün toxumudur. Təkəbbürün yaranma səbəblərindən biri də ücbdür. Özünü bəyənən insan bir müddət sonra başqalarını aşağılamağa, təhqir eləməyə, təkəbbürlü eləməyə başlayır. Deməli, ücblə təkəbbürün arasında fərqi bildik. Sağ olun, özünüzdən müğayət olun.